Hər vaxtınız xeyir, efirdə Astı və İqtisadiyyat, studiyada Aysel Abbasovadır. Asiya İnkişaf Bankı Azərbaycanın da daxil olduğu Asiya və Sakit Okean regionuna əhatə edən yeni texniki yardım layihəsini təsdiqləyib. Asiya və Sakit Okean regionunda dayanıqlılıq, infrastruktur, məlumat və açıq tənzimləmələr vasitəsilə sərhədlər arası imkanlar adlı təşəbbüs regional rəqəmsal inteqrasiyanın gücləndirilməsinə yönəlib. Layihə çərçivəsində Azərbaycanla yanaşı Bangladeş, Gürcüstan, Pakistan, Çin, Şri Lanka və digər region ölkələri iştirak edəcək. Bankın $1 milyon həcmində maliyyələşdirildiyi texniki yardım proqramı regionda təhlükəsiz, inklüziv və qarşılıqlı işlək rəqəmsal infrastrukturun formalaşdırılmasını hədəfləyir. Əsas məqsəd region ölkələrinin sərmayəyə hazır rəqəmsal dəhliz modelləri, tənzimləyici çərçivələr və institusional potensial formalaşdırılmasına dəstək verməkdir. Yaponiya Azərbaycandan neft alır. Azərbaycan neftini daşıyan tanker çərşənbə axşamı Yokohama limanına çatdırılmalıdır. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə yük Yaponiyanın Eneos şirkəti üçün nəzərdə tutulub. Nazirliyin böhranın idarə edilməsi üzrə baş direktorunun müavini Narumi Hosokawa bildirib ki, bu yaxın şərqdə münaqişə başlayandan bəri Azərbaycandan Yaponiyaya ilk neft tədarüküdür. Fevralın sonunda İrana qarşı Amerika-İsrail hərbi kampaniyası başlamışdır. Mazdan əvvəl Yaponiyanın neft idxalının təxminən 95% yaxın şərq ölkələrinin payına düşürdü. Reuters isə xəbər verir ki, Yaponiya Azərbaycanla yanaşı ABŞ-dən də neft alışını artırıb. Qlobal əmtəə bazarlarında neft bahalaşmaqda davam edir. Amerika Birləşmiş Ştatları administrasiyası isə neftin ucuzlaşacağını gözləyir. Dalğalanmaya səbəb kimi Hörmüz böhranı göstərilir. Bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett açıqlamasında bildirib. Bəs neft qiymətlərində volatillik nə vaxtadək davam edəcək? Sujetə baxaq. Qlobal əmtəə bazarlarında neft bahalaşmaqda davam edir. Londonun ICE birjasında Brent markalı neftin iyul futureslərinin qiyməti 4,25% və ya $4.30 artaraq 1 barel üçün $105.59 olub. Texas markalı neftin iyun futureslərinin qiyməti isə 4,73% və ya $4,51 yüksələrək 1 barel üçün $99.93 çatıb. Ekspertlərə görə qiymət artımına ABŞ və İran arasında gərginliyin yenidən artması, eləcə də yaxın şərqdə təchizat zəncirinin qırılma risklərinin artma ehtimalı təsir edir. İsrail, Amerika Birləşmiş Ştatları, İran müharibəsi başlayandan sonra neftin ən yüksək qiyməti aprelin 30-da $126,34 dəyərində qiymətləndirildi. Yəni bu Brent markalı neftin London birjasında satış həcmlərinə aiddir. Ondan sonra təbii ki, neftin qiymətində biz bu atəşkəs dövründə enmənin hətta $105 qədər enişini müşahidə etdik. Ekspertlər hesab edir ki, ABŞ ilə İran arasında davam edən qarşıdurma artıq lokal münaqişə çərçivəsini aşaraq qlobal enerji sisteminə təsir edən böhrana çevrilməkdədir. Bu yalnız hərbi əməliyyatlar və diplomatik qarşıdurma deyil, bir növ logistik müharibəyə çevrilib. Böyük güclərin enerji bazarları beynəlxalq nəqliyyat marşrutlarına təsir uğrunda mübarizəsinin yeni mərhələsi başlayıb. Biz görürük ki, hal-hazırda Boğaz ətrafında, o cümlədən Körfəz ətrafında, yəni bu Fars və Ərəb adlandırılan Körfəz ətrafında münaqişə səngimir. Bu davam edir. Onun hərb fazası səngisə də ancaq logistika müharibədən əvvəlki səviyyədə bərpa olunmayıb. Heç belə deyim də ona cəhdlər də hələ ki uğursuzdur. Təbii ki, bu da neftin qiymətlərinə təsir edir. ABŞ administrasiyası isə Hörmüz boğazı gərginliyinə baxmayaraq qiymətlərin ucuzlaşacağını gözləyir. Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett'in sözlərinə görə, Körfəz regionundan neft axını bərpa olunduqdan sonra qiymətlər sürətlə enəcək və bu proses 2026-cı ilin noyabrında başlayaraq ABŞ Konqres seçkilərinə qədər baş verəcək. Əli Rzayev, Pərviz Mustafayev, Astı və İqtisadiyyat.
Yaxın Şərqdə davam edən münaqişə və Hörmüz boğazında gəmiçilik məhdudiyyətləri səbəbindən qlobal neft ehtiyatları sürətlə azalır. Bu barədə Morgan Stanley İnvestisiya Bankı məlumat yayıb bildirib ki, qlobal neft ehtiyatları 1 martdan 25 aprelə qədər gündə təxminən 4,8 milyon barel azalıb ki, bu da əvvəlki minimum səviyyələri xeyli üstələyib. Digər İnvestisiya Bankı Goldman Sachs isə ehtiyatların 2018-ci ildən bəri ən aşağı səviyyəsinə yaxın olduğu barədə xəbərdarlıq edib. Ekspertlər deyir ki, qlobal ehtiyatların kəskin şəkildə tükənməsi münaqişə bitdikdən sonra belə dünya bazarlarında son dərəcə qeyri-sabit vəziyyətin yaranmasına səbəb ola bilər. Neftin qiymətindən söz düşmüşkən əmtəə bazarlarına nəzər salaq. Monitora diqqət etsə görərik ki, enerji aktivlərinin hər birində artım var. Belə ki, Brent markalı neftin bir bareli 2,38% artaraq 103,71 dollara ticarət olunur. WTI 97,78 dollara, Azerlight 110 dollara ticarət olunur. Təbii qazın qiymətində isə 1,67%lik artım var. 2,80-ə ticarət olunur. Qiymətli metallar bazalında isə volatillik hökm sürür. Qızılın qiymətində biz 1,27%lik azalmanı görürük. Bir troya unsiyası qızılın 4670,15 dollara ticarət olunur. Gümüş isə 0,21% artım nümayiş etdirərək 80,98 dollara ticarət olunur. İndi isə istərdik indekslərə valyuta bazarlarına, valyuta cütlüklərinə nəzər salaq. Gördüyümüz kimi avro-dollar cütlüyündə avro geriliyib 0,14%, 1,18-ə ticarət olunur. Britaniya fundu isə öz növbəsində 1,36 dollara ticarət olunur. Dollar TL qarşısında möhkəmlənib 0,8%. Deməli, 1 dollar 45,38 TL-yə ticarət olunur. 1 dollar 73,90 rublə, 1 dollar 6,80 Çin yuanına ticarət olunur. Manatın məzənnəsinə gəldikdə isə dollar və Çin yuanı sabitdir. 1 avro 2 manata yaxın, 100 rus rublu 2 manat 28 qəpiyə ticarət olunur. Türkiyə lirəsi isə 4 qəpiyə qədər ticarət olunur. İndi isə istərdik indekslərlə tanış olaq. Gördüyümüz kimi Amerika fond bazarlarında biz artımı, müsbət proqnozu müşahidə edirik. S&P 500 0,84% irəliləmə nümayiş etdirir. Dow Jones 0,2%, Nasdaq 100 isə 2,35%lik artımla 29.235 bənd səviyyəsində qərarlaşıb. Avropa fond bazarlarında isə qarışıq dinamika hökm sürür. Almaniyanın DAX indeksi 0,8%lik artımla 24.286 bənd səviyyəsində geriliyib. FTSE 100 isə artım nümayiş etdirir. 0,3%, bu 10.238 bənd səviyyəsi deməkdir. Nikkei 225 isə Asiya və Sakit Okean bazarları indeksinin əsas aktivi olaraq 0,49%lik geriləmə nümayiş etdirir. İndekslərin təsir etdiyi səhm bazarlarına da nəzər salaq. Gördüyümüz kimi burada da volatillik var. Apple öz səhmlərini 2,5% artırıb. Tesla 4,2%, Amazon isə 0,56% artım nümayiş etdirsə də, yalnız Microsoft rəqiblərindən geriliyib. 1,34%lik azalma var. Nvidia da öz növbəsində 1,75%lik artım nümayiş etdirir. Kriptovalyuta bazarlarına da nəzər salaq. Bütün aktivlər üzrə biz artım dinamikasını görürük. Bitcoin 80 mindən artıq bugün ticarət olunub. Belə ki, 81.012 dollara ticarət olunur. Bu 0,23%lik artım deməkdir. Ethereum 0,30% artım nümayiş etdirir. Binance Coin isə 0,43%lik artımla 654 dollara ticarət olunur. Biz isə davam edirik.
Amerika Birləşmiş Ştatlarının İranda həyata keçirdiyi hərbi əməliyyatların ümumi xərci 77 milyard dollara ötüb. İran War Coast Tracker platformasının məlumatına görə hesablamalara şəxsi heyətin təminatı, hərbi gəmilərin saxlanılması, logistika və digər əməliyyat xərcləri daxil edilib. Məlumatlar Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin Konqresə təqdim etdiyi hesablama metodologiyasına əsaslanır. Azərbaycanda bank kartları ilə fırıldaqçılıq hallarının sayı və müştəriləri aldadaraq oğurlanan pulların məbləği açıqlanıb. Məlum olub ki, bu ilin birinci rübündə ödəniş kartları ilə ölkə daxili 1.350.492 manat həcmində 4.995 fırıldaqçılıq halı baş verib. Ölkə daxili fırıldaqçılıq hallarının 21,4% hesablamaların ələ keçirilməsi ilə bağlı olub. Ölkə xarici fırıldaqçılıq hallarının isə 60,2% kartın fiziki iştiraki olmadan həyata keçirilib. Həm ölkə daxili, həm də ölkə xarici fırıldaqçılıq əsasən elektron ticarət və mobil tətbiqlər üzərindən baş verib. Ümumilikdə isə ilin 4 ayında dövlət qurumlarına 368 kiber hücum indikatoru müəyyən edilib. Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında ayrı-ayrı risk növləri üzrə stres testlər aparılacaq. Bankın stres test proqramının tərtibi və tətbiqindən məsul əməkdaşlara müxtəlif suallar veriləcək. Məsul əməkdaşlar sözü gedən suallara cavab verməyə hazırlıqlı olmalıdırlar. Qeyd edək ki, yeni qərar iyunun 7-sində qüvvəyə minəcək. Amerika Birləşmiş Ştatlarının Avropa İttifaqından avtomobil idxalına artırılan rüsumların tətbiq etməsindən sonra Avropa avtomobil sənayesinin zərəri 8 milyard avronu ötüb. Bu barədə Financial Times məlumat yayıb. Amerika Birləşmiş Ştatları 2025-ci ilin aprelində Avropa avtomobillərinə rüsumları 2,5%-dən 27,5%-ə qaldırıb. Keçən ilin avqustunda ABŞ və Avropa İttifaqı arasında ticarət sazişi bağlandıqdan sonra dərəcə 15%-ə endirilib. Lakin mayın 1-dən ABŞ prezidenti Donald Trump Avropalı tərəfdaşların öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi ilə izah edərək idxal olunan minik və yük avtomobilləri üçün rüsumların 25%-ə qədər artırıldığını elan edib. Financial Times qəzeti yazır ki, 2025 və 2026-cı ilin ilk 3 ayının yekunlarına görə böyük zərər 3,6 milyard avro dəyərində Volkswagen-ə dəyib. BMW təxminən 2,1, Mercedes-Benz 1,3 milyard avro itirib. Stellantis-ın itkisi isə təxminən 1,2 milyard avro təşkil edib. Bu tarifləri tətbiq etməklə və yeni hədələri də təbii ki, tətbiq etməklə mən hesab edirəm ABŞ-nin burada əsas məqsədi birincisi Avropa İttifaqını bəzi iqtisadi güzəştlərə məcbur etməkdir. Burada ABŞ-nin sənaye mallarına Avropa idxal rüsumlarını azaltsın, kənd təsərrüfatı məhsullarına daha çox giriş versin kimi və ikincisi vadar edir ki, Avropa İttifaqında istehsal olunan avtomobillər zavodlarını ABŞ-yə köçürsün. Buna çalışır və üçüncüsü də bəzi siyasi təzyiqlər hal-hazırda ABŞ ilə Avropa arasında İran müharibəsində göstərdi. Bu səbəblərdən bəzi siyasi təzyiqlər kimi istifadə etmək istəyir. Analitiklər hesab edirlər ki, rüsumların yenidən 25%-ə qədər artırılacağı halda Almaniyanın Volkswagen, BMW və Mercedes-Benz avtokonsernləri artıq bu ildə əlavə olaraq təxminən 2,6 milyard avro itirə bilər. Bu səbəbdən Avropa avtomobil sənayesi Vaşinqton və Brüssel arasında ticarət qarşıdurmasının ehtimal olunan yeni mərhələsinə hazırlaşır. Avropanın çıxışı varmı, çıxış yolu varmı? Buradan təbii ki, o da güzəştə gedə bilər. ABŞ-nin sənaye mallarına tarifləri azaldar, o cümlədən kənd təsərrüfatı mallarına daha çox giriş verər, istehsalı ABŞ-yə köçürər, yaxud tərsinə gedə bilər. Çinlə daha çox yaxınlaşar, Çin və Hindistan bazarları ilə daha çox inteqrasiya edər və həll yolunu orada axtara bilər. Almaniya kansleri Friedrich Merz rüsumların artırılmasının Avropa iqtisadiyyatı və avtomobil sənayesi üçün ciddi zərbə olacağını bildirib. O qeyd edib ki, ABŞ Avropa İttifaqı ilə yeni ticarət sazişinə hazırdır, ancaq Avropa ölkələri hələ ki vahid mövqe formalaşdıra bilməyib. Merz bu ilin yayında G7 və NATO samitlərində bu məsələni Trumpla müzakirə etməyi nəzərdə tutur. Elnura Hüseynli, Elnara Həsənova, ATV İqtisadiyyat.